Ölkədə hazırda yeməklərin növləri qədər food blogerlər var. Bəs siz necə ümumiyyətlə reklam edəndə keyfiyyətə diqqət edirsiniz, yoxsa onun puluna? Hesabımız mənlik. Bir dəfə filmdə rol almaqla özünüzə aktyor deməyiniz kifayət eləyir. Onda belə çıxır ki, Əlixan Rəcəbov ya da Nicat Rəhimov bir dəfə yemək bişirib öz bioqrafiyalarına aşpaz yaza bilərlər. Əsəbləşdirməyin və gərək yadıma salmaz. Hə, doğru. Bəlkə saxla kameranı sonra Abi biraz. 10 dəqiqə stop bəlkə verək. Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola, Linux Forte, Halal Nemət Min Bərəkət, Bay Hollywood. Xahiş edirəm. Qaqa bəndi ürəkdən alqışlayaq. Mədəd, var ol, sənin komandon, var olun, çox sağ olun. Hə, salam, əziz Xəzər TV və Zarafat bir yananın tamaşaçıları. YouTube-da bizi bir həftə gözləyənlər, onlara da salam düşür. Bugün zarafat silahımızla silahlanıb sizin üzünüzdə təbəssüm yaratmağa gəlmişik. Və unutmayın ki, hər an zarafatı bir yana qoyub ziyafətimizin dadını dəyişə bilərik. Beləliklə, xanımlar və cənablar. Unibank'ın baş sponsorluğu ilə zarafat bir yana başladı. Hə, əziz qonaqlarımız. Bugünkü qonağımız çox rəngarəng bir qonaqdır. Ona görə də bizim ziyafət rəngarəng olacaq. Özünün qeyd etdiyinə görə yeri gələndə həm də yemək blogeri olan, Yeri gələndə biznesmen olan, yeri gələndə dülgər olan, yeri gələndə şərab mütəxəssisi olan, sosial media fenomeni olan, daim gülüşü ilə xoş videolar çəkən, əzizimiz, dostumuz olan Ehtiram Fərzəlibəyov gəlir. Xoş gəlmişsiniz Ehtiram bəy. Sağ olun, xoş gününüz olsun. Verilişimizə baxırsınız. Bəli, çox az verilişlər var ki, bizim televiziya kanallarındakı, hansıda ki, izləyirəm. Nicat Zənvuran kimi belə bir dəqiqə ərzində oldu ki, filan veriliş dedim, bəli, gəlin. Ehtiram bəy, siz bizim verilişə baxmısınızsa, deməli bizim verilişin qayda-qanunu bilirsiniz. Bəli. Amma hər ehtimala mən istəyərdim təkrarlayam. Siz bu gözəl gənclərin suallarına cavab verirsiniz. Verilişin Bəli. sonunda isə bu gözəl gənclər qərar verirlər. Ehtiram bəy, səmimidir yoxsa qeyri-səmimidir? Əgər qeyri-səmimidirsə qırmızı işarələri qaldırırlar, əgər səmimidirsə qaldırırlar göy işarələr. Nəticə etibarı ilə göy işarə çox olsa, Nicatla mən bütün masaların hesabını veririk. Nicat mən yox, Nicat. Yaxşı, Həmişə Nicat kimi verir, mən çünki əlim atıram cibimə, hə. Nicat mənim ayaq üstü olan cüzdanımdır. Tək həmişə mən ödəyim. Problem deyil, yəni qonağımız da ola bilərsiniz, hamımız belə. Allah. Bəli, Sağ gələ. Belə maksimum nə qədər hesab vermisiniz? Yaxşı. Bax, indiyənə gəlin ondan kimi başlayaq. dostlara, tanışlara. Deyək bir 1000 zat belə. Ehtiram bəy, 1000 nə? Evro, dollar. Olsun euro. Bir var hesabı bilirsən ki, hansı hesabı verəcəksən. Bir də var ki, bilmirsən. Məsələn, belə bir adamı yandıran hesab var da, sən yer eləyir. Məsələn, deyək, Norveçə gedəndə səyyar evlə gəldi bir otelin qabağında saxladım. Gördüm parking çox gözəl, hava gözəl. Dedim ki, bir haqqımı verim də. Dedim ki, içəri girdim, sifariş verdim. Bir dənə ver, 2 dənə. Sonra da 250 euro pul hesablayıb. Bizdə məsələn, burada hesablasaq, Irish Pub'da maksimum bizdə 40 manat pul alırlar. Ta gedə 50 manat, elə deyilmi? Orada 3 qat olur. 3 qat, 440 manat. Yəni o elə yandıran hesablardan söhbət gedir. İki sualım var sizə. Siz avtomobillə Bakıdan çıxıb oraya getmisiniz? Bəli. Çoxdan Sürə-sürə. Sürə-sürə, bəli.
İkinci məsələ. 400 nə qədər 250 evro pul getdi. 220 artıq 440, 450 manat. 450 manat. Bəs parkinqa nə qədər pul ödədiniz? Parking pulsuz idi. Pulsuz idi. Yəni parking oturdu mənə Amma zibilinə, 450 manat. amma zibilinə keçdiniz. Hələ də yenə yadıma düşdü Oldu əsəbləşdirmək. aşkınmaz. Hə. Yo doğrudan. Əsəbləşdirmək. Gərək yadıma salmazdım. Hə, doğrudan. Bəlkə Nəysə, saxla kameranı sonra bir biraz. 10 dəqiqə stop bəlkə verək. Elə olanda, nəsə olanda Nizata deyin, Nizat bütün məsələləri həll eləyir. Getsin dalaşsın orada parkinqə qabağında. Görürəm. O kanistra benzin gəzdirir maşında, üstünə tökür. Başlayır Norveç dilində danışmağa ki, bəs hesab götürməyin, ayıb olsun sizə. Bu boyda yol gəlmişik. Yaxşı Əlxan. O hansı ölkə idi ya şəhər idi? Orada xaş bişirdiniz. Bir dəfə hazırlamışam Finlandiya idi ora. Amma bir dəfə də oğlum da burdadır, Orxan. Bakıdan götürüb gəlmişdi xaşı. Sualım var indi. Sən onu sərhəddən keçəndə nə dedin? Gəlin rəhmət olmasa, gəlin bura. Yaxına gəlin. Bir də- Orxan almışdıyaq. Ehtiram mənim oğlu. Əlxan nə idi sualın? Xaşı necə Mənim keçdi? sualım o idi ki, ata deyir ki, sənə xaş gətir. Sən də Bakıdan xaşdan gəlirsən. Sərhəddə sənə sual vermədilər ki, bala bunu hara aparırsan? Dedilər ki, yəni xaşı niyə belə uzağa aparırsınız? Deyirəm ki, bəs Ehtiram müəllim bəs xaş sevəndir. Prəmoy Şırşırdan Finlandiyaya gətirdim xaşı. Oyda. Və Maşallah, maşallah. aeroporta gələndə demək istəyirdim ki, atam birinci nə deyib ki, sağlam oğul deməyib, bəs deyir ki, xaşı gətirdin. Əsas hə. Əsas məsələ xaşdır. Əsas məsələ xaş idi. Orxan da onda dedi ki, deyib bəlkə salam verəsən. Salam, hər vaxtınız xeyir. Xoş gəlmisiniz. Buyurun. Sizə verəcəyim sual budur ki, Instagram bioqrafiyanızda yemək və səyahət bloqeri, aktyor, biznesmen, dülgər və şərabçılıq yazmısınız. Ehtiram bəy, səmimi olsaq bunlardan hansı daha çox sizsiz? Dülgərliyi. Dülgərliyi nə mənada sevirəm ki, dülgərlik işlərini görəndə hansısa belə deyim, həmin orada keçirdiyim vaxtı bilmirəm ki, nə qədər oldu. Bir də ayılıram ki, gecə saat 2-dir, amma son nəticədə hansısa bir dülgərlik, belə deyim, işini ərsəyə gətirmişəm. Mənə bir dənə bir şey maraqlıdır ki, siz bu qədər işin içindən həm ciddi biznesmensiz, həm yəni şərab, dülgərlik, o bu, yəni bu qədər işin arasından necə vaxt tapırsınız bu qədər işə? Əsas budur ki, bir işi start verirsiniz, özün start verirsən, sonra sonraki mərhələlərdə yəni komandaya etibar etməlisən. Yəni tək başına əlbəttə ki, bu iş əmələ gələ bilməz. Ona görə də gərək vaxtını düzgün bölüşdürürsən və bunların hamısını görürsən. Belə deyim, düz sentyabr ayına qədər günbəgün soruşsanız, mən bütün günlərimi hamısını qeyd etmişəm ki, sabah necə eləyəcəm, bürsün hardayam, daha bürsün hardayam, yəni bunların hamısı vaxtla. Yəni günüm də başlayır arası saat 6-da. Bəs planlamada sürüşmə olur? Olur. O da məndən asılı deyil, bəlli Hava məsələdir şəraiti ki, ola bilər Bəli. və s. və ilahır. Mən istəyərdim ki, bizim gənclər sizin əsas işiniz nədir? O barədə məlumat verərdiniz. Çünki gənclər elələri var ki, bəzən xanımın dediyi kimi biodan oxuyur. Amma məlumatı yoxdur. İstəyərdim ki, məlumat verəsiniz. 94-cü ildən Araş Medikal şirkətini təsis etmişik, yəni qardaşımla. 94-cü ildən bu yana yəni çalışırıq. Yəqin ki, çoxlarınız doğum təvəllüdü ondan Kiminlər də var? Kiminlər daha çox? Araş tiblə bağlı olan. Tibbi avadanlıqların, ləvazimatların alqı-satqısı ilə məşğuldur. Əsas birinci oradan başlamışsınız. Oradan başlamışıq, bəli. Tip sahəsindən necə oldu ki, gəldiniz kulinariyaya, maraqlandınız, necə oldu ki, Çox maraqlıdır. bu sahəyə Doğrudan da- düşdünüz? Ümumiyyətlə, kulinariya həvəsim kiçik yaşlarımdan da arasa 6 yaşımdan belə deyim. Maşallah. Yəni birinci dəfə düzəltdiyim tort üçün krem var idi, zavarma krem deyirlər, onu düzəltmişdim və ara sıra belə deyim, kömək eləyirdim anama və özüm də yemək, sərbəst yemək bişirməyə həvəsli idim. Birinci dəfə bu layihəni gerçəkləşdirmək üçün mən bu İsmayılıda, Qalacıqda 2008-ci ildə bir söhbətgah düzəltdim və həmin söhbətgahda elə düzəltdim ki, zaten bir studiya kimi idi. Yəni birinci söhbətgah idi və orada mənə zövq verir ki, gəlsin dostlarımız, əzizlərimiz, qohum qardaşlar hamısı dayanmadan yemək hazırlayır. Yəni yemək hazırladıqda da yəni bu insanların həmin o
yeməkdən zövq alması, dadını Adama ləzzət duyması, eləyir. böyük ləzzət. Məsələn, deyək ki, burada bir rəsm əsəri var, elə deyilmi? Rəsm əsərinə baxanda, indi rəssam barəsində hansısa bir söz deyəndə ki, nə gözəl rəsm əsəridir, çox gözəl. Amma dad da belədir ki, dadı gərək hiss eləyəsən ki, düzdür, bunun vizual biz verə bilmirik. Düzdür, vizual verirsən, görünüşü, amma dadını hiss eləmirsən. Təbii ki. Olur ki, bizdə çəkilişlər belə uğursuz çəkilişlərimiz də olur. Baxırsan, görüntü yaxşıdır. Onlardan biri xırçıltılı dolmadır. Hər dəfə gələndə ondan istəyirik, düzdür, baxış sayı da çox olub, 1.800.000, deyirəm, ümumiyyətlə yaxın buraxmayın. Heç dadı o deyil. Yəni, görünüşü əladır, amma dadı o deyil. Qonaqlar gəlir ha. Təbii ki, sizə kimsə kömək edir də orada. Siz Bəli, dediyim kimi komandamız var. Fərqli yeməklər mən də görürəm. Yox, belə deyim, son bir il yarımda hansısa bir köməyim var. Düzdür, həmişədən var. İndi professional şəkildə, indi belə deyim, bunu bir layihə şəklində etmişik. Bizə gəlmək istəyən, qonaq gəlmək istəyən qonaqlar. Bazarlığı öz eləsin? Bəli, yox, özümüz. Kulinariya, belə deyim, o bir neçə kitab layihələrin rəhbəri olmuşam. Kitablar buraxıldı ki, Dolmalar kitabı 381 növü, Qarabağ mətbəxinin inciləri və Zəngəzur mahalının qədim mətbəxi, hansı ki sizə gətirmişəm. Son kitabsa belə çox qalın bir kitabdır. 3 kilo 336 qramdır. Buradadır kitablar. Bəli. Hələ məqamımı da xahiş edirəm o kitabları götürək. Alqışlarla, bəli. Ay, çox sağ olun. Biraz ağırdır, Aysa ehtiyatlı. Ay, sağ olun. Dediniz ki, bir kitabın çəkisi də var burada. Bəli, bir kitabın çəkisi. Baxın bir dənə ağırlığına. Buyurun. Ağırdır. Götürün. Sən çox ağır qaldırma ya, Nicat. Oy, maşallah. Bəh. Zəngəzur mahalının qədim mətbəxi. Bu satışda var, ümumiyyətlə? Bəli, Baku Book Center-də var. Yəni burada ala bilərsiniz. Çox gözəl. Adam şəkilləri yemək istədi. Yeməklərə bax. Tam belə məsuliyyətli ilə deyirəm ki, Azərbaycanda bu keyfiyyətlə kulinariya kitabı yoxdur. Yox, Xahiş edirəm bunu həm bir dənə çəkisinə zəhmət görə, həm dərzinə görə, hər şeyinə görə. Gördüyünüz kitabdakı olan şəkillər heç yerdə təkrar olunmur. Həmin o dizayndan hamısıdır. Sizə Bişirib məxsus. çəkmisiniz. Bişirib çəkilib. Neçə yemək var? 300 neçə? 580 səhifədən Oy, ibarətdir. maşallah. Yəni çox belə bütün mürəbbələrimiz var, plovlarımız var. Yəni müsəmmədir, qəlyanaltılardır. Məsələn, bu bilirsiniz, xaşlamanı bilirsinizmi? Yəni xaşlama. Xaşlama kim yeyib? Kim yeyib xaşlama? Yemisiniz xaşlama. Azərbaycan kulinariya kitablarının heç birində xaşlama heç vaxt olmuyor. Yəni burada xaşlama var. Burada xaşlama var. Bildiyim qədər, gördüyüm qədər siz tez-tez səyahət edirsiniz. Bəli. Xarici ölkələrdə olursunuz, hava limanlarında tez-tez olursunuz. Və siz ilk qonaqsınız ki, bizə hədiyyə eləmisiniz. Bizim baş sponsorumuz olan Unibankdan sizə hədiyyə var. Zəhmət olmasa gəlsin. Çox sağ olun. Deməli, mən istəyərdim sizə izah eləyim. Bu nə kartdır? Unibankın Mastercard Black Edition və World Elite kartları. Bu kartlara sahiblənməklə siz nə qazanırsınız? Evdən hava limanına VIP maşınla sizi transfer eləyirlər. Fast Track xidməti və 135-dən çox lounge zallarda istirahət. Girirsiniz, gözləyirsiniz reisinizi və bunun üçün heç bir aylıq minimal dövriyyə tələbi yoxdur və istədiyiniz vaxt konsiyerj xidmətinə müraciət edə bilərsiniz ki, mən falan suallarım var, cavablandırın, falan məsələ var, həll eləyin. Premium kartdır, bizdən sizə hədiyyə. Çox sağ olun, çox sağ olun, minnətdaram. Təşəkkür edirəm. Nəzərə alsaq ki, belə deyim, il ərzində arasa 200-220 saat uçuram. Oy maşallah, pilotlardan çox. Pilotlar qədər var. Bütün mənim dostlarım pilotlardır hamısı. Əsrsizlik kartdır. Və yerinə düşdü. Çox sağ olun, minnətdaram. Böyük məmnuniyyətlə həmin kartdan istifadə edəcəm. Çox sağ olun. Təşəkkürlər Unibank. Salam Ehtiram bəy. Sualım belədir ki, bioqrafiyanıza aktyor yazmısınız və Mənim Ağşəhərim filmində Musa obrazını canlandırmısınız. Bir dəfə filmdə rol almaqla özünüzə aktyor deməyiniz kifayət eləyir. Onda belə çıxır ki, Əlixan Rəcəbov ya da Nicat Rəhimov bir dəfə yemək bişirib öz bioqrafiyalarına aşpaz yaza bilərlər. Gözəl. Belədir. Aktyor kimi də özümü sınamışam. Hətta aktyor olmaq
arzusu da var idi. Təəssüflər olsun ki, həmin devir gəlib 92-ci il Sovet dönəminin dağılması ərəfəsinə təsadüf edirdi və kinoya da həmin devirdə belə deyim maliyyə ayrılmır. Və həmin devirdə də mən artıq belə Moskvaya üz tutub belə istəyirdim ki, aktyorluq, operatorluq, yəni bu sahədə özümü istəyirdim, amma vəziyyət elə gətirdi ki, belə perspektivi çox az idi. Yəni indiki devir olsa, əlbəttə ki, mən seçərdim həmin peşəni. Ya professional operator olardım, buradakı bütün operatorlara hamının salamlarımı yetirirəm. Həmin devirdə də o ab-havaya düşmüşdüm ki, mənimlə bərabər Siyavuş Aslandı, Amalia Pənahovadır, Yaşar Nuri. Məşqə görüm sən nə ağız burun bəhəm eləmişsən ki, Mirzabalaya deyirsən zavodda o... Sizin dayınız olur da deyəsən. Bəli. Arif Quliyevdir, Rəfail Dadaşovdur. Yəni həmin 4 ay çəkiliş. Hamısı sənətkarlar, qaymaqlar oradaydı. Bəli. Həmin o aktyorlarla bərabər çiyin-çiyinə çalışmaq, gündə həmin insanlarla ünsiyyət etmək mənə çox belə ilhamlandırmışdı ki, mən də həmin bu sənətlə davam edeyim. Amma sonralar səhnə, belə bir çəkilmək aclığım var idi. Mən də onu blogerlik fəaliyyətimdən Kompensasiya elədim. Davam ediyorsun. davam edirəm. Belə. Təşəkkür edirəm. Salam, xoş gəlmisiniz Ehtiram bəy. Sualım belədir. Müğənniləri yeməklərlə assosiasiya etsəz, səhnəmizin şah plovu, kababı, yarpaq dolması kimlər olardı? Çox qəliz sual oldu. Olar hesabınızı ödəyim. Doğrudan. Yo, məncə asan sualdır. O qədər şey deyil. Yəni bu şəxsi sual deyil. Hə, bu deməkdir ki, bunun adını çəkirəm, o bursun. Misal üçün şah plov mən özümü şah plov saya bilərəm. Hə, Sən qazmaqsan. Mən qazmam. Müğənni Ən dadlı yeri müğənnilərdən istiyor, ha. Müğənnilərdən çox gözəl. Bax, kimə qulaq asırsınız, məsəl üçün? Gəlin onda bir yerdə qərar verək də, kömək eləyin mənə. Mən kömək eləyim də. Yaxşı. Üçü də Yarpaq dolması Azad Şabanov. yarpaq dolması. Yarpaq da olur. Nəyə görə? Mənim xoşum gəlir. Ölürəm yarpaq. Ay, sağ ol. Yarpaq dolmasına ötürü ölürəm deyir. Azadı da çox istəyirəm. Mənim ağlımda belə bir. O mənim şəxsidir ya. Yəni siz başqa cavab verə bilərsiniz. Ehtiram bəy özü ayrıca deyəcək. Fərə öz seçimini etsin. Azadik. Belə qulaq asdıqlarımdan belə Röyanın belə sənətini sevirəm. Belə oxuduğum müğənnilər sırasında belə deyim, amma hansı kateqoriyaya aid eləyək, kababa yoxsa dolmaya ya da şahpulova? Mən üçünü də sevirəm yeməklərini, Bəli, amma gəlin. mənə də sual versəydiniz, mən də şahpulov, hələ Röya xanım deyərdim. Almışlar Röya xanımı burada. Bizim Azərbaycan xalq artisti, bizim əzizimiz. Kabablar, Canımız yəni dostumuz. Abbas Bağırovu qeyd eləyək. Abbas, bu gündən etibarən sən bizim kababımızsan. Dolmanı da siz qeyd Yox, eləyirsiniz. bu mənim şəxsi fikrimdir. Ona görə. Onu da verək Azad Şabanova. Hə? Verək, Azad. Verək. Verək. Çox sağ olun. Azad Belə bir dolma. qərarı gəldi. Röya xanım Şahplov, Kabab Abbas və dolmamız da ki Azad. Sizi cavab qane elədi. Bəli. Çox sağ olun. Və siz nə gözləyirdiniz? Hansı nəyi gözləyirdiniz? Cavab ola bilərmi deyəsiniz ki? Yəni ürəyinizi oxumadım mən, düzdür? Şah plovu mən də röya gözləyirdim. Aha. Onda belə bingo düşmüşük belə. Almışlar xanımı. Kənanı tanıyırsınız bizim verilişdən, yoxsa? Kənan çox sevdaşlı Çox belə oğlandır. basla danışır belə bir. Basla, bəli. Görürsən? Buyur Kənan. Bir mikrofonu xahiş edirəm, verin. Kənan buyur, sualı verə bilərsən. Bilmirəm. Sualı var, yoxsa nəsə söz demək istəyir. Kababıdan bir şeirim var, bir onu dinləndə xahiş et. Mikrofonu Yemək haqqında nə şey? Ay Allah, əridim. Səsə bax, vay vay. Bax bu səs hansı yeməyə bənzədə bilərsiniz bax bunu, bax bu səsi. Mən öz səhifəmdə paylaşacağam sizin. Ayda, belə şey yoxdur. Öz var da Instagram səhifəniz var. Patlatdın sən. Uşaqlar, qeyd edin. Düşsə könlünüzə quzu bağlama. Bağlama yox, buğlama. Biriniz əvət. Hələ bir kargo sifariş verir. Bağlama deyil bu, buğlamadır. Düşsə könlünüzə quzu buğlama. Olsa yaxşı olar, quzu utancaq. Sonra biraz quyruq, pomidor, biber, sarı kök cəfəri, soğan, sarımsaq. Bəh. Dəyməz ağlamağa heç kimə görə. Soğan doğrayanda ağlamaq olar. Qazanın dibinə quyruğu düzüb, üstünü soğanla buğlamaq olar. Sən eşitmirəm.
Yox, mən otururam. Baba, oxu diqqətən. Üstünü soğanla bağlamaq olar. Bayaq çaşınla bağlamaq. Həmin o buradaydı bağlamaq. Üstünü xətrinə dəymədən asta götürüb, soğanın üstündən əti atırıq. Biberlər rəng verir görülən işə, duz səpib biraz da sevgi qatırıq. Sonra isə pomidor, sarımsaq, limon, cəfəri üstündən sıxıb limonu, daim səbr eləyən aşiqlər kimi az xodda bişməyə qoyuruq onu. Ay, Onlar mən çalışır Kərəmdə. Bəli. Kərəm, çox sağ ol. Minnətdarımı bildirmək istəyirəm. Çox gözəl. Ay, Eytran bəy. Sağ ol, çox sağ ol qardaşlar. Var ol. Gəl, buna görə bir dənə buğlama mən istəyirəm hazırlayayım. Hə, Kənan da gəlsin. Olsun, sağ ol Kənan. Həmin o şeiri deyə buğlamanı hazırlayayım. Yəni mən artıq belə canlandırdım o buğlamamı. Elə, konsept hazırdır. Sən maşında oturarsan, biz girər içəri yeri, mən arada gətirəm. Şeir adamı bu qədər ilhamlandıra bilərmi? 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 Deyirəm, bayaqdan yeyib içməkdən danışırıq. Yaxşı yadıma düşdü. Əlixan, sən mənə qonaqlıq verəcəydin, yeyib içməyi verəcəydin. Nə oldu? Sən də adam biabr eləyənsin. Söz vermişəmsə eləyəcəm də. O kinoda deyir, iş səskada da öyrək, Vinimatin olmaqdadır. Söhbət elə saçsikadadır, həm də kalbasada. Özdə Səhliyalı şirkətinin Halal Neymət Min Bərəkət brendində. Bu o şirkətdir ki, 30 ildən çoxdur ki, insanların etibarını qazanıb. Çünki məhsullar gigiyenik cəhətdən təmizdilər və istehsal prosesində İslami qaydalara əməl edilərək hazırlanır. Bizim xüsusi sponsorumuz olan, bəli, 30 ildən artıqdır ki, fəaliyyət göstərir. Səhliyalı şirkəti sizə kalbasalar, sosislər, cürəbəcə çeşidlər alqışlayaq. Min bərəkət Halal Neyməti. Sağ olun, çox sağ olun. Burada nələr var, nələr? Bravo, nə gözəl. Bunlar hər biri sizindir. Gücün çatmır. Həqiqi mən, yoxsa efirdən sonra məndən alarsın. Yox, sizindir, bəli. Ay, sağ olun, Kənan, yox, lazım deyil Kənana. Kənana etibar eləmə. Ona etibar eləmə, qardaş. Qoyun elə ora, verilişdən sonra götürək. Bugün nə bişirim sualı biz qadınların həqiqətən problemidir. Siz bizə elə həll yolu göstərə bilərsiniz ki, hər gün bu sualın cavabını düşünməyək. Baxır, nəyiz var? Yəni, açırsınız soyuducunu. Bax, orada nə varsa, onların belə kombinasiyasından hər daim nəsə hazırlamaq olar. Mən həmişə səyyar evlə səyahət eləyəndən sonra belə son gün qalır ki, soyuducuda çoxlu ingrediyentlər qalır. Yəni, mən nəsə əlavə almaq istəmirəm və həmin o ingrediyentlərlə nəsə yemək hazırlayıram 1-2 gün. Rahat şəkildə, yəni baxır nəyiz var. Yəni mən hansı ərzaqlar var ona uyğun? İndi yaz ayıdır, yay ayıdır. Yəni o qədər bu dəqiqə tərəvəzlər, göyərtilər çıxıb. Ehtiram bəy, mənə elə gəlir ki, xanımın sualı nədən ibarət edir? Burada mövzu ərzaqdan getmir ki, filan qədər ərzaq, əlimizin altında nə var? Mövzu başqadır ki, hər bir xanımın bir yaralı yeri var. Yoldaşına deyir ki, bu gün nə bişirim sənin üçün? Burada artıq rasyon, menyu... Gərək sifariş verən, deyək ki, evdə uşaqlardan soruşulur. Bizdə həmin o problem həmişə yaşanılır da, bu Orxanı götürsək, həmişə pizza sifariş verir. Eyni pizza da bişirilsə, yəni yemir. Biləndə ki, nə tələb nədir, mənim üçün borş, kələm dolması, bir də qarabaşaqda qreçka deyilir. Hə, mən ölürəm olar. Onu daim nə vaxt istəyirsiniz verin, gündə 3 dəfə də yeyirəm. Mənim üçün problem deyil. Yəni bu sarıdan belə deyim, Səbinə xanımınki gətirir. Mən hardansa dönüb gələndə artıq soruşurum, yəni ki, nə bişirim. Yəni kələm dolması mütləq var. Onu mən sevirəm. Yəni zövqlər müxtəlifdir. Elə adam var ki, sevmir. Ola bilər. Xanımın sualına isə mənim belə bir cavabım var ki, xanım, növbəti dəfə siz sual versəz ki, nə bişirim, nə edeyim, girirsiniz Ehtiram müəllimin səhifəsinə, görürsünüz ki, orada reseptlər var. Hazırlama prosesindən əvvəldən sona kimi seçirsiniz bir dənə yeməyi, əlinizin altında olan ərzaqlardan birini seçirsiniz. Kitabını alırsınız. Bəli, satışda da var. Biraz təvazökarlıq olardı ki, mənim səhifəmə baxın, yemək bişirin. Biraz mən o... Çox sağ olun, təşəkkür ederim. Qan elədi mi sual? Bəli. Gözəl, çox sağ olun. Amma birdən heç nə yemək istəməsəz, diyet saxlamaq istəsəz, iştahanızı kəsmək istəsəz, Kənanın səhifəsinə girin. Salamlayıram hər birinizi, xoş gördük.
Xoş gəlmisiniz. Sualım sizə belədir ki, nəyə görə bazarın arxasında butqalarda xalaların bişirdiyi peraşki, rayon yolda yediyimiz lülə və yaxud da yaz yerlərində verilən plov bahalı restoranlarda yediyimiz yeməklərdən qat-qat daha dadlı olur. Bunun səbəbi nədir sizcə? Sağ olun suala görə, amma mən deməzdim elə. Amma olur, deyək ki, bir 5-dən, 10-dan biri yox, ikisi yaxşı bişirə bilər. Ümumiyyətlə, mətbəx belədir ki, mətbəxdə bir axın olmalıdır. Bu gün hansısa bir hazırlığı biz gördük, hazırlığı görüb biz müştərini gözləyirik. Amma həmin o bişirən o xala olsun, həmin xanım olsun, bəy olsun, orada devriyə var. Yəni, daim yeni gətirilir, yeni ingrediyentlərdən istifadə olunur, son nəticədə də dadlı alınır. Mən də bunun şahidi olmuşam, amma çox yerlərdə yox. Müəyyən yerlər var ki, bəli, günü büyünə qədər də öz keyfiyyətini, öz dadını saxlayırlar. Bəs aşı deyirlər, yaz aşı. Elədir, sağ O nədir? Üzrə gedəndə həmişə xidmət eləyən masalara bir hörmət eləyirəm. 5 manat, 10 manat, qəşəng belə aş təzəsini satan hamısı gətirir, dadlı olur. Ətin yaxşı yeri. Çox dadlı olur. Dadlı olur, bəli, elədir. Yerləri var, məsələn, belə qeyd edeyim. Mən pitini çox hazırlayıram. Yəni festivallarda zətdə kim bizim festivallarda olub burada iştirak edənlərdən kimsə olub? Yemək festivallarında. Yəni bu şərab festivalı olub, belə barbekü festivalı. Siz olmusunuz mu? Xanım, siz yaman yeyib içənsiniz sizi. Bəli. Mən də görmüşəm, ən axırdaydı sizin. Bəli, axırda bəli. Mən xüsusi stent düzəldi. Belə, yəqin bizim yeməklərdən dadına baxmışsınız mı? Bəli, baxmışdım. Necə idi? Xoşunuz gəldi mi? Qəşəng idi. Nə yediniz orada? Bir də sizdə yemişdik də, aş yemişdik. Çox gözəl. Eşq olsun, bravo. Xanıma belə növbətlərdə biz iştirak edəyik. Vizual baxırsan, demərsən ki, o yeyib içəndir. Nə oldu? Mən yemişəm, ondan yemişəm. Dadını bilirəm, olmuşam. Pitini çox hazırlamışıq. Festivalda arasa bir 350-yə yaxın biz piti hazırlayırıq. Və düzdür, pitilərimiz belə yaxşı yetim doyduran olur. Belə bir nəfər yesin, belə yaxşı doyumlu olur. Amma Şəkidə bir 35 ildir, 40 ildir bir Arı Məmmədin pitisi var. Belə bir balaca, eyni dad, bir dənə piti verir. Başqa işlə. Ehtiram etmək nə maraqlıdır? Pitilər yeyirik də, məsəl üçün. Çox adam deyir, ayda Şəki pitisi deyil bu. Şəki pitisi başqa cür olur. Klassik Şəki pitisində, yəni reseptini mən sizə deyim, nədən ibarətdir? Deməli, baxır ki, az pişirirsiniz, yoxsa çox pişirirsiniz. Normal restoran reseptini mən sizə deyim. 120 qram ət olmalıdır. Bu, çox üzr istəyirəm, bu saxsının içində olan. Saxsının dobu deyirlər. 120 qram ət, malaki. Yox, qoyun. 70 qram quyruqdur. Sonra 100 qramlıq stəkanda suya qoyulmuş noxudu əlavə olunur. Əvvəl noxud olur, sonra arasında soğan olur, sonra ətdir, sonra yenə soğan, quyruq qoyulub, sonra alça qurusu və yaxud da gəvəli qurusu ikisindən də qoyulur. Olmalıdır. Gözəl, onu əlavə edirik. Bişəndən sonra da 2 ədəd şabalıt vurulur. Əlxan ağzını suya axır artıq. Sonda da zəfəran vurulur. Bax, bizim pişirdiyimiz bitilər belə olur. Amma festival üçün pişirdiyimiz biraz daha çox olur. 160 qram qoyuruq ki, bir pitini bizdən 4 yerə, 3 yerə bölüb yeyirlər. Yəni, festival formatı biraz başqa olur. Bilməyənlər bilsin. Keşimiz qarışdı, qardaşın əlində bir dənə gitara və... Mən bildim o şeyə, yemək hara gəl, hara. Qardaşımız gitara ifa edə Pitidən birbaşa gitara. Meydana apardı da, pitiyə aid mahnı oxuyacaq. Yox, piti deməzdim. Məhəllə filmində Abbas Bağırovun oxuduğu o məhəbbətin qüdrəti, qüdrətin məhəbbəti mahnısını istəyərdim. Qəşəng, buyur qardaş, sən kömək eləsinlər mikrofona. Zəhmət olmasın. Eşqin məhəbbət düşüb canıma, göz yaşını silqadan alıb. Eşqin məhəbbət düşüb canıma, göz yaşını silqadan alıb. Yaşımı 20'ni atlayıb keçib, yaşımız 20'ni atlayıb keçib. Özün dərdlərini bil qadan alıb, gözləyə bilmirəm il qadan alım. Bu nəsirdi düşdümana, eşq oduna düşdümana. Bu nəsirdi düşdümana, eşq oduna düşdümana. Məhəbbətin qüdrətini, qüdrətin məhəbbətini mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana. Düşdüm ana, eşq oduna düşdüm ana. Məhəbbətin qüdrətini mən belə bilməmişdim ana. Bayaqdan
yeməklərdən danışdıq, təamlardan danışdıq və mən istədim ki, bizə bu şəraiti yaratdığına görə Irish restoranına, Bay Hollywood'a öz təşəkkürümü bildirirəm. Biri-birindən gözəl təamlar. Çox gözəl. Axırda yeyərik ayrıca özümüz. Bəli, bəli. Təşəkkürlər. Irish. Sağ olun, çox sağ olun. Qonağımıza uyğun rubrikamız var. Deməli, Ehtiram bəy, biz sizə ərzaqlar deyirik. Siz isə bu ərzaqlardan hazırlaya biləcəyiniz yeməyin adını və hazırlanma prosesini deməlisiniz, amma çox sürətli olmalı. Mən ərzaqları deyirəm, siz həmən cavab verirsiniz mənə. Misal üçün, pomidor yumurta. Kulinariyada onun adı pomidor çığırtması gedir. Pomidor yumurtanı el arasında. El arasında, Məsəl üçün, üç bacı dolması deyirlər. Elə bir anlayış yoxdur. Ona badımcan dolması deyilir və badımcan, pomidor, biber dolması gedir. Amma üç bacı dolması elə bir yoxdur. Yoxdur, hə? Kulinariyamızda belə adı yoxdur. Onda hazırsınızsa başlayaq. Başlayaq. Deməli belə, çəkilmiş ət, bir çimdik duz, düyü, tomat, göyərti, soğan. Küftə. Küftə bozbaş eləmək olar mı? Bəli, eləmək olar. Bir saniyə. Kartof yoxdur axı. Kartofu sonradan vurulur da, o ayrı-ayrıdır da, bunu biləcək. Yo. Ancaq bu ərzaqlardan. Hayda. Bax, elə bir ki, mətbəxdəsiz. Bunlardan nə pişilərsiniz? Düyü nə qədərdir? Nə qədər istəyirsiniz? Qıymalı aş da eləmək olar. Yumurta, kartof, çuğundur, xama, qoz. Bunların hamısını qaynadılıb, doğranıb, sonra xama vurursan, çox gözəl belə olur. Olar. Yaxşı, bəs bal, Roquefort pendiri, şühüd, pomidor. O artıq belə şərabın yanında belə ayrı-ayrı yeyib geçsin də. Yəni o Roquefort balı niyə vurursan ki orada belə? Yəni ayrıca yeyib. O bal ümumiyyətlə balın hazırlananda vurmaq olmaz, temperaturunu qaldırmaq olmaz. 4-5 dilim sarımsaq, 6-7 soğan, 3 dənə bolqar bibərim, 4 pomidor, bir də yağlı quzu. Siz onlar gözümün qabağında olmayana qədər təsəvvürlə. Soğan, sarımsaq, pomidor, oldu. Biber. Yağlı quzu əti. Gəlin ekspertimizdən soruşaq. Xanım, buyurun. Xanım hər şey bilir. Sobada bişirərdim. Hamısını qarışdırardım ilk öncə. Yəni elə bir şey də etmişəm hal-hazırda, onu da deyim. Amma yağ yoxdur da, yağsız heç bir yemək alınmır. Quzu yağlıdır da. Hə, yağlısı onda olar. Quzunun yağından yemək olmaz. Mən istərdim ki, məsələn, soğandır, sarımsaqdır. Əlbəttə ki, soğan əgər balaca soğandırsa, onu diri-diri qatardım. Amma böyükdürsə doğrayardım. Amma sarımsağı, yəni diri-diri qoyardım. Bolqar bibəri də belə dairə formasında. Diri-diri. 4-5 soğan deyir. 4-5 soğan. Bəli, o baxır boyunadır. Bizi nətər? Bax, yağlı quzu əti, yəni yağlı quzu əti ilə həmin o soğan mütləq qovurulmalıdır ki, onun canına çəkir. Onu sən deyək ki, hazırlasaz sobada, o nə olacaq? Amma bu alınıbdır, mən eləmişəm. Yoxdur, Hətta Instagramda da görmüşəm belə bir şey. Bunun falqa ilə bir də yağlı kağızın üstünə bağlı. Yox, soğan bir dənə deyil, 4-5 dənədir soğan. Boyuna görə dedim, o balaca soğanlar olur. O deyilmir orada, ölçüsü nə boydadır. Onu keçirdib, yəni ət maşından keçirilir də, yəqin ki, keçirə bilərik də. Ola bilər. Yəqin ki, ət maşınımız var, keçirdik, yəni çox gözəl. Sonra bunu keçirdikdən sonra sarımsağa da vuruldu, həmin o balqar bibərinə doldururuq, olur o da olar. Biber dolması. Buğlama reseptidir, yox? Buğlama eləmək olar axı bunlardan, bu inqridiyentlərdən yəni. Amma bolqar bibəri ilə dolma olur, niyə olmur ki? Çox sağ olun, çox sağ olun. Keçək suallara. Ölkədə hazırda yeməklərin növləri qədər food blogerlər var. Onlar müəyyən pul qarşılığında restoranları, yeməkləri pis yaxşı demədən reklam edirlər. Bəs siz necə, ümumiyyətlə reklam edəndə keyfiyyətə diqqət edirsiniz, yoxsa onun puluna, ümumiyyətlə nəyə daha çox diqqət edirsiniz? Maraqlıdır. Çox gözəl. Videolarımızda reklamlar görmüşük. Bəli, birincisi ilk növbədə hansısa bir brendin, səhifənin saxlaması üçün mütləq ki, maliyyə dəstəyi lazımdır. Əlbəttə ki, biz nəyisə reklam eləyirik. Məhsullar da var ki, deyək ki, mənim səhifəmə, bizim səhifəmizə uyğun deyil. Mən bunu reklam etmirəm. Ancaq bir məhsulu, hansısa bir, deyək ki, bir restoran olsun. Elə bir restoran var, indi adını çəkməyəcəm. Reklam qarşılığında deyir ki, gəlin bizi paylaş. Baxıram ki, keyfiyyətsiz bir yerdir. Mən oradan necə paylaşım, öz izləyicimi niyə aldatmalıyam? Bu normal haldır. Yəni, reklam etmək, bunun pul qarşılığında hansısa bir məhsulu göstərmək, təqdim eləmək, təbliğ eləmək,
Belə deyim, mən götürdüm bir hansısa bir kərə yağıdır. Xoşum gəlir, bu kərə yağı keyfiyyətlidir. Elə vaxt olur ki, mən heç bunu reklam qarşılığı yox. Yəni izləyicilərimə göstərirəm ki, bu məhsul çox gözəldir, bundan istifadə edə bilərsiniz. Və dəfələrlə də olub. Çox sağ olun, çox minnətdaram. Çox sağ olun. Minnətdaram. Sağ olun. Xoş gəlmisiniz. Çox sağ olun. Salam ilk öncə hər vaxtınız xeyirli olsun. Ehtiram bəy, sizcə niyə belə bir deyim var ki, dünyanın ən yaxşı aşpazı kişilərdir? Belə deməklə qadınlara haqsızlıq etmiş olmuruq? Anlam var, hər şey var, amma mən elə deməzdim, yaxşı, gözəl xanım aşpazlar da var. Yəni birinci gözəl aşpazlar aşpazımız bizim anamızdır. Bəli. Yəni anamızın bişirdiyi yemək hər bir ən gözəl yemək bişirən aşpazdan daha gözəldir. Çox restoranlar var ki, Azərbaycanın özündə də olsun ki, yəni xanım aşpazlar var ki, yəni bildiyim çalışırlar. Sadəcə biraz kişi aşpazlar daha çoxdur restoranlarda. Bilmirəm, onların iş qrafikinə yaxşı, yəni qadın həm ailə var, uşaq var, nə var, yəni belə bir problemlər var, amma biraz mətbəx də elədir ki, yəni çox vaxtını sərf eləməlisən. Yəni aşpaz başlayır səhər saat 6-dan düz axşam 10-a 11-ə qədər. Mən bu bizim restoran layihəsi olanda görürdüm, çox ağır işdir. Yəni qadınlar birdən həmin o əziyyətə dözməyə bilər. Amma elə deyil. Elə deyil. Yəni ki, kişilər daha yaxşı, daha dadlı bişirir qadınlardan, elə bir şey yoxdur. Bərabər. Bərabər. Yeri gəlmişkən bizim xüsusi sponsorumuz, verilişimizin sponsoru olan Azərbaycanın kolası, milli kolamız, Naxçıvan dağlarının suyundan hazırlanmış milli kolamız. Buz kola buradadır. Alqışlayaq Buz kolanı, xanım. Buyurunuz. Buz kola, aşk ve his edadır, serinlik gelir her nefeste. Buz kola, buz gibi dadır, her kurtumda yeni hayatı. Buz kola, seç bu anı, serinleştir her zamanı. Ortadan bəy, şəkəri yerində, qazılığı yerində Azərbaycanın kolası, milli kolamız, Buz kola. Təşəkkürlər Buz kola. Son zamanlar bloger sözü insanlarda sanki qıcıq yaradır. Amma sizin simanızda keyfiyyətli kontent yaradan bloger olduğunu görürük. Bildiyim qədər sizin ingilis diliniz mükəmməldir. Nə əcəb ingilis dilində videoları çəkib bizi qlobalda təmsil etmirsiniz? İlk başlayanda sözün açığı belə istiqamətimiz belə götürək ki, YouTube üzərindən deyək ki, YouTube'un sevdiyi bir kontent var ki, mən onu çəkməliyəm və paylaşmalıyam. Deyək ki, baxış sayım artır, qlobalda görünür. İlk başlayanda mən video çəkləri rus dilində aparırdım. Amma baxdım ki, çoxlu Azərbaycandan izləyənlər var. Arası biz 82% Azərbaycan izləyəndə və hamıda irad tutur ki, niyə öz dilində danışmırsınız da, belə deyim. Belə də baxdım ki, bax, həmin o yeməkləri bişirmək, düzgün hazırlamaq, siz ona dil ehtiyac yoxdur da, yəni görürsünüz ki, hansı yeməyi hazırlanılır da görünür. Bir zaman hətta titrlərlə eləyirdim. Belə deyim, Azərbaycan kütləsinə, öz izləyicilərimizə daha üstünlük verdim. Ona görə də arası 2022-ci ildən dəyişdik dili, 4 ildir Azərbaycan dilində aparaq. Yəni belə... Amma olub da, ingilis dili olub. Bəli, olub. Belə YouTube'da da birinci kanalda, ikinci kanalda olub, amma istiqaməti götürdük ki, belə daha yaxşıdır. Xanımın istəyi əslində o idi ki, istəyərdik ki, bizim mətbəxi xaricdə də tanısınlar və sizin ingilis diliniz olduğunuza görə, ya yaxşı səviyyədə olduğuna görə siz təmsil edə bilərsiniz bizi. Amma və lakin... Düzdür, o barədə düzdür, amma belə düşünərək bu barədə, yəni ikinci bir kanal açarıq. Çox sağ olun. Çox sağ olun. İlk öncə dəyərli qonağımız Ehtiram bəy olmaqla və gözəl aparıcılarımız Nicat bəy, Əlixan bəy olmaqla hər bir kəsi salamlayıram mən burada. Sağ ol qardaş. Ehtiram bəy, masada steak, qara kürü, 50 ilin çaxırı olsa da, o yeyib içməyin axırında mütləq qara tavada ləzzətli pomidor yumurta gəlir. O nə məsələdir? Maraqlı sual. Doğrudan, mən də onu müşahidə eləmişəm. Sözün açığı çox da başa düşmürəm, niyə belə həmişə də. Bizdə də qonaqlar gəlirlər, həmişə də sifariş də verirlər. Niyə məhz sonunda pomidor yumurta istəyirlər, o da mənə belə çatmır. Bu sual məncə ümumidir.
Bütün Azərbaycanda toylarda, məclislərdə, Yəni, bir çox hallarda, məclislərdə, toylarda, Yəni də o cür yeməklər dostların fərqli-fərqli. ətrafında oturanda axırda ki, o kulminasiya nöqtəsi gələndə pomidor yumurta zakazı verirlər. Yəni bu nə ilə əlaqədar belədir? Yəni bir professional aşpaz olaraq cavablandırardınız. Bəlkə o saat keçir, vaxt keçir, acıyırsan. Bilsən nədir məsələ? O steak var ha. Steakdən sonra onun dadını niyə pomidor yumurta ilə vurursan? Fərqi yoxdur. Yəni plovdan sonra da yenə də pomidor yumurta sifariş verənlər var. Yəni bilmirəm, bəlkə bu ənənə şəklindədir bizdə, amma mən heç vaxt sifariş verməmişəm. Və sifariş verənləri də mən gərək soruşam ki, niyə bunu məhz sifariş verirsiniz? Yəni belə bilmirəm. Mən həmişə görmüşəm saat 12-dən sonra, o gecə saatlarına keçəndə artıq. Belə deyim, bəlli içəndən sonra, yəni spirtli zad içirlər, yəni bir növ nəsə yeni bir yemək istəyirlər. Yəni hesabınız mənlik. Siz gərək araşdırıb gələrdim bu məsələni. Biz bu məsələ ilə bağlı araşdırma aparacağıq və sizə növbəti görüşlərdə mən dolğun cavab verəcəm ona. Yəni hər gələn belə deyim bizə qonaqdan soruşacağam ki, siz bu sonda bu pomidor yumurtanı yeməklə bu sizə nə verir? Heç uzağa getməyib. Bizim növbəti görüşümüzdə üçümüz oturanda biz bir dənə steak sifariş eləyərik. Oturarıq, yeyib içərik. Başqa yeməklər. Fərqi yoxdur. Axırda da bir dənə pomidor yumurta bişirib yeyərik. Görək nə verir. Onda sənə cavabı tam doğrusu ilə Onda mən də gəlirəm də. Hə, böyük məmnuniyyətlə buyurun gəlin əlbəttə. O məclisə gəlmək üçün hərə bir yemək şeiri bilməlidir. Ona kimi də bir söz deyim, mən sözün açıq uşaqlıqda aşpaz olmaq arzusunda olmuşam. Sadəcə qismət olmayıb. İndinin özündə də özüm də yeməklər bişirirəm. Həm də idmanla əlaqədar olaraq yenə də özüm üçün bişirirəm bir çox hallarda. Heç vaxt gec deyil. Nə vaxt istəsəz öyrənə bilərsiniz. Mən sizə deyim, 40 yaşında da professional aşpaz olan var, 50 yaşında da olan var. Əsas o da əlinin duzu olsun. Əsas o da həvəssiz olsun, bəli, əliniz duzu olsun. Yəni biz o söz ancaq bizdədir. Əlin duzu. Süpərdir. Xoş gəlmisiniz. Salamlayıram ilk öncə qonağımızı. Sualım belədir ki, toylarımızda necə deyərlər, stollarda barmağa basmağa yer olmur. Saat 6-dan 12-yə kimi bilinçikdir, ətdir, müxtəlif cür salatlardır. Nə bilim, kabab, plov, tort, dondurma. Necə deyərlər, nə gəldi yeyirik, mədəmizə ziyan eləyirik. Hələ içkiləri demirəm. Bəs necə eləyək ki, həm israfçılıq olmasın, həm də mədəmizə, özümüzə ziyan eləməyək? Gözəl. Mən belə bir nümunə gətirim. Özbəkistana mən tez-tez gedirəm. Özbəkistanda toy mədəniyyəti necədir? Günorta saatlarında bişirilir plov, harasa 1000 nəfər üçün, 800, 1500 nəfər üçün və hamı dəvət olunur, həmin o plov yeyilir. Və sonra həmin günün axşamı biz getdik restorana, həm toy keçirilən yerə. Stolun üzərində bax indi necə düzülüblər belə qəlyanaltılar. Bax qəlyanaltılardır sadəcə. Yəni onunla bax yükləmirik. Amma bizdə bilirsiniz yeməklər verilir. Mən düzdür belə deyim, onun da tərəfdarı deyirəm. Sonda da bir gəlir plov, ən sonda arasında saat 9-10-da. Yəni onu yeyib sonra gedib yatmaq olur. Yox, böyük yükdür. Yəqin ki, yaxın zamanlarda biz bu çərçivədən çıxacağıq ki, dondurma da olmalıdır, tort da olmalıdır, marojna da olmalıdır, plov da olmalıdır. Mən sizinlə razıyam ki, biraz fərq. Amma stola düzdür israfçılıq var. Amma stola qoyulan nə varsa siz məcbur deyilsiniz ki, onun hamısını yeyəsiniz. Nə xoşunuza gəlir, ondan biraz dadırsınız, gedir. Amma son nəticədə israfçılıq. Amma adamın nəfsi çəkir də. Özdə ki, yanında oturanlar iştahla yedirsə, sən getdin. Əslində mən də toya gedəndə o qədər yeyib içirəm ki, ailəmi qatıram da bir-birinə. Atdığım pulu çıxartmalıyam, yoxsa yox. Ondan sonra nə olur? Köpüm olur, sancım olur. O saat götürürəm, Linux Forte içirəm. Oluram rahat və təzədən davam edirəm yeməyimə. Linux Forte faydalı bakteriyaların hesabına bağırsaq mikroflorasını balanslayır, həzm prosesini yüngülləşdirir və şişkinliyi aradan götürür. Xüsusilə antibiotik qəbul edənlər üçün Linux Forte faydalıdır. Çünki Linux Forte Avropa keyfiyyətlidir. Kim düşünür ki, Ehtiram bəy səmimi idi, göy işarələri. Amma qeyri-səmimi idi, qırmızı işarələri. Amma buyurun. Səmimiyyətdən söhbət gedir ha, qane eləmədidən söhbət getmir. Səmimi idi ya qeyri-səmimi? Göy, bəli. Alqışlar, təbrik edirik Ehtiram bəy.
Bəli, biz də sizin səmiyyətinizə inanırıq. Bir mənalı şəkildə çox sağ olun ki, gəldiniz. İndi isə mənim yaxın dostum, arkadaşım Nicat Tüküreyim bəy məni yenə. əlini cibinə atacaq və bütün bu masaların hesabını bağlayacaq. İcazənizlə. Bəlkə mən verirəm. Siz orada, biz gələndə. Hə. Ora Bir gələcək, biz qonaqlıq orada yaxşı qonaq şeydir. Bir olarıq. gün sizdə, bir gün bizdə. Baş sponsorumuz olan Unibankın post terminalı gəlsin Bəli. və gözəl qardaşım Nicat bəy zəhmət olmasa ödəsin. Həmişəki kimi. Hesaba bir dənə baxmalar. Hesaba. Getdik. Bütün masaların hesabıdır ya. Getdik. Vay vay. Səsə bax. Alqışlayaq da, bizi alqışlamırsın. Sağ olun. Etram bəy. Müəllim xərcə düşmüş. Allah belə. Nə olsun nədir? Bölər deyə. Bölər deyə. Qurbandır, qurban. Nə olsun, nə olsun. Xoş gəldiniz bir daha. Çox sağ olun ki, vaxt Çox sağ olun ki, ayırdınız. gəldiniz. Təşəkkür edirəm. Vaxtınızı ayırdınız. Çox şad olduq. Doğrudan da pozitiv enerji aldıq sizdən. Növbəti dəfə biz sizdə qonağıq. Bəli, bəli. Etram bəy dedi ki, Əlbəttə, böyük məmnuniyyətlə gözləyirik. Gəlin, gözəl bax. Az gələcəyik. Az mütləq. Yəni yeməklə arası bir 8 cür yemək bişirəcəm sizə. Gözünüzün qabağında. 5 nəfərlə gələcəyik. Təşəkkürlər. Çox Bəli. sağ olun. Biz demək istəyərdik ki, növbəti dəfə, növbəti həftə kimi görmək istəyirsinizsə, şərh bölməsində qeyd edirsiniz. Biz də həmin o gözəl insanı dəvət edirik və bir yerdə maraqlı vaxt keçirir. Bəli, sağollaşmırıq, hələlik deyirik. Sağ olun. Hələlik.